Salyanın Ərəb-Qardaşbəyli kəndi qazsızlıqdan əziyyət çəkir. Dünya Televiziyasının qaynar xətt ünvanına edilən müraciətlərdən sonra əməkdaşımız Səmir Şahlaroğlu süjet hazırlayıb təqdim edirik. Respublikanın bütün bölgələrində inkişaf proqramı sürətlə davam edir. O cümlədən Salyan rayonu da bu inkişaf proqramından geri qalmır. Son illərdə bölgələrdə yeni layihələr icra olunur. Quruculuq və abadlıq işləri aparılır. Lakin təəssüf hissi ilə qeyd etmək istərdik ki, Salyan rayonuna yaxın kəndlərin biri olan Ərəb-Qardaşbəyli kəndi sakinləri mavi yanacağın olmamasından əziyyət çəkirlər. Kənd sakinləri kanalımıza müraciət edərək bildiriblər ki, kənddə sonuncu dəfə 1990-cı ildə qaz olub. Həmin vaxtdan sonra isə kənd mavi yanacaqdan məhrum qalıb. Sakinlərin sözlərinə görə illərdir bu problem həllini tapılmayıb və kənd əhalisi məişət ehtiyaclarını ödəməklə ciddi çətinlik çəkir. Ərəb-Qardaşbəyli kənd sakinlərinin əsas istəyi kəndə təbii qaz xəttinin çəkilməsi və onların da mavi yanacaqla təmin olunmasıdır. Sakinlər ümid edirlər ki, aidiyyatı qurumlar bu məsələni diqqətdə saxlayaraq problemin həlli istiqamətində lazım addımlar atacaqlar. Kənd sakinləri bildirirlər ki, qaz olmadığından məcbur qalıb həyətyanı sahələrdə olan meyvə ağaclarını belə kəsib yandırırlar. 224 ev var. 1200-dən çoxlu əhalisi var. Maşallah sap-sağ əhali çox qəşəng, hər şeyimiz də var, bir də qazımız yoxdur. Xəstələr var, uşaqlar var. 90-cı ildən əziyyət çəkir, qazımız yoxdur, sağımız, solumuz hamısı qazlı. İndi biz məcburiyyətlə qalıb, odun, ocaq, həyətimiz lazım, hamısı qırmışıq, yandırmışıq. Düz adı dedi ki, biz yaşlıyıq, soğuğa davam veririk. Bu körpə nəvələrim var, göndərmişəm Bakıya ki, qalsınlar, yayda gəlsinlər. Bizim problemimiz qaz məsələsidir. Qazımız yoxdur. 90-cı illərdən qabaq qazımız yaxşı gəlirdi. Kəndimizdə də ağac qalmayıb, həyətlərimizdə ağac qalmayıb, hamısını kəsib vermişik peşə, atmışıq peçə, yandırmışıq. İndi uşaqlarımız 2 gündən sonra meyvə yeyəndə yenə tapa bilməyəcəklər, meyvə novanlıq eləyə bilməyəcəklər. Bu isə ekoloji baxımdan ciddi problem yaradır. Hər il ağacların kütləvi şəkildə kəsilməsinə səbəb olur. Mövzu ilə bağlı Azərqaz İstehsalat Birliyi İctimaiyyətlə Əlaqədar və Kooperativ Kommunikasiya şöbəsinin əməkdaşı Novruz Məmmədzadə açıqlama verib. Ölkə üzrə qazlaşmayan kəndlərin yeni yaşayış massivlərinin qazlaşdırılması SOCAR-ın Azərqaz İstehsalat Birliyinin gündəliyində duran məsələlərdən biridir. Qazlaşma proqramı Birliyin daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Salyan rayonunun Ərəb-Qardaşbəyli kəndinə gəldikdə isə bu yaşayış məntəqəsinə küçə qaz xəttlərinin çəkiliş işlərinə növbəti mərhələlərdə baxıla bilər. Rəvan Məmmədli, Səmil Quliyev, bu gün informasiya proqramı üçün.